Salam dostlar. Bu videoda Azərbaycan Respublikasının 30 dekabr 2025-ci ildə qəbul edilmiş, 26 yanvar 2026-cı ildən qüvvəyə minən qanunu ilə dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanununa edilən dəyişiklikləri qısa və aydın şəkildə izah edəcəm. İlk öncə onu xatırladım ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5.2-ci maddəsinə əsasən dövlət qulluqçuları üçün dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu videoda izah edəcəyim dəyişikliklərdən sonra indiyə qədər Əmək Məcəlləsi ilə tənzimlənən bir neçə məsələ artıq dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənməyə başlayacaq. İndi isə dəyişikliklərin izahına keçək. İlk dəyişiklik dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda dövlət qulluğuna xitam verilməsini nəzərdə tutur. Əvvəllər dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanununda dövlət qulluğuna xitam verilməsi əsasları arasında bu hal yox idi və Əmək Məcəlləsinin 74.1-ci maddəsinin A bəndi ilə tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri olaraq müəyyən edilmişdi. İkinci dəyişiklik, dövlət qulluğuna xitam verilməsinin artıq izah etdiyim yeni əlavə olunan əsası ilə bağlı yaranan münasibətləri daha dolğun tənzimləmək üçün yeni maddənin əlavə edilməsidir. Belə ki, maddənin birinci abzasına əsasən dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanununun 33.1.13-cü maddəsi ilə xitam verildikdə, dövlət qulluqçusuna orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödənilir. Əvvəllər bu hal da Əmək Məcəlləsi ilə tənzimlənirdi. Məcəllənin 77.7-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddənin 1-ci hissəsinin A bəndi ilə, yəni işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda xitam verilirsə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyir. Beləliklə, artıq bu hal Əmək Məcəlləsi ilə deyil, dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənməyə başlayacaq, amma hesablanan müavinətin məbləğində dəyişiklik olmayacaq. Maddənin ikinci abzasına əsasən, dövlət orqanının ləğvi istisna olmaqla müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq dövlət orqanında qulluq keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən gecə 60 təqvim günü keçənədək əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə, həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin edilirlər. Əvvəllər bu hal Əmək Məcəlləsinin 77.9-cu maddəsi ilə tənzimlənirdi. Onu da qeyd edim ki, hərbi xidmətdən qayıtdıqdan sonra müvafiq hüquqdan istifadə edən dövlət qulluqçusunun əvəzinə işə götürülmüş şəxsin əmək müqaviləsinə Əmək Məcəlləsinin 74.1-ci maddəsinin Ə bəndinə əsasən xitam veriləcək. Maddənin 3-cü abzasına əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılmazdan bilavasitə əvvəl dövlət qulluğu vəzifəsində qulluq keçmiş və ehtiyata buraxıldıqdan bilavasitə sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət onların qulluq stajı hesablanarkən nəzərə alınır. Əvvəllər bu halda Əmək Məcəlləsinin 77.9-cu maddəsi ilə tənzimlənirdi və müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində dövlət qulluqçusunun əvvəlki iş yeri və vəzifəsi saxlanılmalı idi. Beləliklə, bura qədər izah etdiyim dəyişikliklər dövlət qulluqçuları üçün yenilik deyil, sadəcə eyni münasibətlərin Əmək Məcəlləsi əvəzinə dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimləməyə başlamasıdır. Üçüncü dəyişiklik dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanununun 33.1-ci maddəsinin yenilənməsi ilə bağlıdır. Göründüyü kimi, əvvəlki versiya ilə müqayisədə yeni dəyişikliklərdən sonra hesablanmış müavinətdən vergi ilə yanaşı məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər də tutulmayacaq. Bununla bağlı digər əlaqədar qanunvericilik aktlarına da müvafiq dəyişikliklər edilmişdir. Həmçinin, artıq müavinətin hesablanması üçün hansı dövrün əsas götürülməsini dövlət qulluqçusu özü seçə biləcək. Bununla da yeni qaydalara əsasən, məsələn, pensiya yaşına çatdıqda son 2 ildə dövlət məvacibi azalan şəxslər alacağı müavinətin öz məvacibinin daha yüksək olduğu başqa bir dövrə əsasən hesablanmasını tələb edə biləcəklər. Onu da qeyd edim ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən pensiya yaşı kişilər üçün 65 yaşdır, qadınlar üçün isə bu ilin iyulun 1-nə qədər 64 il 6 ay, sonrasında isə 65 yaş olacaq. Dördüncü dəyişiklik dövlət qulluğuna xitam verilməsinin indiyə qədər də qanunda olan əsaslarından biri ilə bağlı münasibətlərin daha dolğun tənzimlənməsi məqsədi ilə edilmişdir. Əvvəllər bu hal Əmək Məcəlləsi ilə tənzimlənildi.
Məcəllənin 77.7-ci maddəsinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilir. Yəni, dəyişikliklərdən sonra qeyd olunan hal dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənməyə başlayacaq və dövlət qulluqçusunun vərəsələrinə verilən müavinətin məbləği artırılmış olacaq. Xüsusi hal olaraq onu da qeyd edim ki, əgər bu aralar hansısa dövlət qulluqçusunun vərəsələrinə belə bir müavinət təyin olunub, amma hələ ödənməyibsə, Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə əsasən yeni qaydaya uyğun olaraq, yəni yenidən hesablanıb ödənməlidir. 5-ci dəyişiklik, yeni əlavə olunan hallarda dövlət qulluqçusunun orta aylıq dövlət məvacibinin hesablanması ilə bağlıdır. Bu yeni müddəaya əsasən, qanunun 33.2-1 və 33.2-2 maddələrində nəzərdə tutulmuş dövlət qulluqçusunun orta aylıq dövlət məvacibinin məbləği Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 177-ci maddəsinin 2-ci, 3-cü, 3-1 və 6-cı hissələrinə uyğun olaraq müəyyən edilir. Dəyişikliyi daha yaxşı anlamaq üçün Əmək Məcəlləsinin müvafiq müddəalarına baxa bilərsiniz. Əmək Məcəlləsinin 177-ci maddəsinin müvafiq müddəalarının nümunələrlə izahı dövlət qulluğunun müsahibə mərhələsinə hazırlaşan namizədləri lazım olmadığı üçün bu videonu həmin nümunələrlə uzatmaq istəmədim. Beləliklə, dəyişikliklərin izahı bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Sualı və ya təklifi olanlar şərhlərdə yaza bilərlər. Növbəti videolardan vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olub bildirişləri açmağı unutmayın.